Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Çox suallar gəlir test case yazmamla bağlı və nəzərə alsaq ki, hal-hazırda ChatGPT dövrüdür. Biz 99% ki, ChatGPT-dən istifadə etməliyik. Hətta mənim kursuma belə bir geri dönüş gəlmişdi ki, kursda yeni bir şey yoxdur, hamısını ChatGPT ilə öyrənmək olardı və s. və s. Əslində mən demirəm ki, mənim kursumda olan materialları ChatGPT ilə öyrənmək olmaz. Amma kursu alanlara təşəkkür edirəm ki, məhz bizim kursu seçib bizim kursda öyrənirlər. Hal-hazırda 21-ci əsrdə istənilən bir mövzunu və məlumatı internetdən əldə etmək mümkün olur və çox nadir hallarda siz internetdən istədiyiniz məlumatı tapmaya bilərsiniz. Sadəcə biz onu kurs formasında hamısını bir yerə yığıb uyğun şəkildə strukturlanmış formada təqdim edirik. Və ona görə fikirləşdim ki, böyük ehtimal ki, izləyicilərimə belə bir video kömək olar. Generate a prompt to write a good test cases based on provided UI with a style of actions as steps and expected results as a verified test cases should be functional testing. Çox da əziyyət çəkmədən hələ mən indi Copilot istifadə edirəm. Burada yəni ki, görürsüz. Copilotdan sonra ChatGPT ilə eyni modelləri istifadə edir və bir növ məndə Windows lisenziyalıdır deyə Copilot pulsuz gəlib çıxır. Ona görə ChatGPT də istifadə edə bilərsiniz, Copilot da istifadə edə bilərsiniz, fərqi yoxdur. Sadəcə məqsədim burada nədir? Birinci, belə bir prompt yarada bilərik. Mən Copilot'ın 365 deyilən versiyası da var. Ondan da istifadə edə bilərik. Onu da açım. Buradakı mövzuları görsənmək istəmirəm. Bir dənə notebook yaradım burada. Deməli, belə bir notebook yaradıram. Bax, IT Garage QA Tutorials və burada əslində əlavə edə bilərəm özüm müxtəlif faylları və həmin fayllara əsasən mənə buradakı çapları düz qoş edəcək. Location nəyə lazımdır bilmirəm, amma burada Add Copilot Instructions var və həmin instructionları biz əlavə edərək bir növ yəni Copilot-a deyirik ki, özünü necə aparmalıdır. Həmin instructionlar üçün də bizə belə bir prompt lazımdır və promptu burada avtomatik Copilot özü yaradır və mən onu kopya edirəm. Gedirəm o Copilot 365-ə. Burada Tell Copilot how to respond-u hissəsinə əlavə edirəm. Save. Əlbəttə ki, instruksiyanızın üzərində çalışıb onu daha da yaxşı edə bilərsiniz, amma çox vaxtı yeni başlayanların problemi bu instruksiyaları yazmaqda elə çətinlik olur. Təcrübə olmadığına görə dəqiq bilmirlər necə eləməlidirlər və hardan başlamalıdırlar. Mən ona görə elə bir format elədim. Mənim ən xoşuma gələn format, burada yazmaq doğru. Mənim ən xoşuma gələn format ADO-da gördüyüm formatdır. Qalınlığını dəyişmək olar görürsünüz. Olurmuş. Deməli, ADO-da gördüyüm format odur ki, faktiki olaraq hər bir test case üçün, yəni burada title olur, test case title və test case'in addımları əsas, yəni test data deyilən bir şey yazılmır test case'in içində. Orada sadəcə addımlar olur. Burada ad yazıram, addım da yəni belə addım. Burada action olur. Action, yəni hansısa bir hərəkət. Və bu tərəfdə expected result olur. Expected result da yəni bizim gözləntilərimizdir. Və avtomatik test case'lər yazanda artıq siz bilirsiniz ki, necə yazmaq lazımdır. Yəni necəsi də nədir?
Burada hər hansı bir addım olacaq. Misal üçün, normalda biz necə yazırıq? Bura preconditionlarda yazırıq ən birincidə. Özümüz üçün çünki sonradan çətinlik olur. Misal üçün kimsə deyir ki, hə, bu test case-i belə yazmaq lazımdır, amma test case özü o preconditionlardan asılı olur da. Yəni hansı data istifadə olunacaq, ondan asılı olaraq dəyişə bilər. Misal üçün deyək ki, biz hansısa bir test case yazırıq, amma əgər burada qeyd etməmişiksə ki, istifadəçi lazımdır. Adam execution-a başlayacaq, sonra görəcək ki, istifadəçi lazım imiş. Hələ istifadəçini heç yaratmayıb. Precondition hər hansı bir başqa bir test case ola bilər. Ya da ki, elə özünüz yaza bilərsiniz ki, istifadəçi credentiallarla birlikdə olmalıdır. Yəni, access olan istifadəçi olmalıdır. Burada sadəcə yazma olar ki, preconditions are met, yəni bizim gözləntilər qarşılanıb. Ondan sonra artıq başlayırıq addımları yazmağa. Yəni bu da birinci addım kimi gedir, ikinci kimi. Burada adətən action olaraq, yəni bizim instruksiyaya da baxsaz, amma heç yerdə dəyişmə olmayacaq. Keçirək. İnstruksiyaya da baxsaz, burada deyir ki, test case clear and concise olmalıdır. Preconditions if applicable olmalıdır. Addımlar, action step olacaq və expected results hamısı verify ilə başlayacaq. Və rule kimi burada qeyd edir ki, addımlar necə yazılmalıdır? Action olaraq click, enter, select, navigate olacaq və expected result olaraq start with verify olacaq. Və bu biz istəyirik ki, functional testingə köklənsin, user interface behaviorlarına əsasən input handling-ə, validation, navigation, state change və əlavə olaraq pozitiv və neqativ ssenarilər yazsın. Edge case-ləri yazmaq olar. Do not include non-functional tests. Bunları istəmirik və əgər UI elementlər aydın deyilsə, make reasonable assumptions. Əslində biz bunu daha yaxşı olardı ki, make reasonable assumptions-ı, bu da bir məqamdır. Siz misal üçün promptu yaradanda sizin iş yerinizdəki olan tələblərə uyğun edin və çalışın çox vaxt make reasonable assumptions əvəzinə yazarsınız ki, əgər nəsə aydın deyilsə, soruş. Yəni onu yazanda adətən o sizə suallar verəcək və daha yaxşı nəticə əldə edəcəksiniz. İndi deyək ki, burada o məsələn click var. Deyək ki, burada biz indi yazısı olsa, burada başlayacağıq hə click, nə bilim nəsə, click button, buttonın adını yazmaq olar ki, hansısa buttonda hər hansı bir button yox. Və indi expected result nə olacaq? Bu verify ilə başlamalıdırsa, biz artıq deyirik ki, verify və biz burada yazırıq ki, o buttonu basarkən nə baş verməlidirsə, onu biz bura yazırıq. Problem kimi görünə bilər və nə baş verə bilər? Məsəl üçün, siz bir dənə button basırsınız, orada 1000 dənə proses gedir də və o 1000 dənə prosesin hamısının verifaylarını bura yazmaq çətin olur. Amma inanın mənə, o verifayları elə alt-alta, yəni elə 1, 2, 3, 4, 5 kimi ya bir neçə dənə verify kimi yazsaz, daha rahat olacaq yoxlamaq. Nəinki hər dəfə verify üçün ayrıca bir şey yazıb, expected result-ı da action-a uyğun bir şey yazırsınız. Məsəl üçün, click button basanda ekranın rəngi dəyişməlidir, deyək ki, sonra database-də nəyisə yoxlamaq lazımdır, loglarda nəyisə yoxlamaq lazımdır. Onların hamısını bura yazırsınız ki, verify istifadəçi sign-in olduğu, verify nə bilim, ya da ki, istifadəçi yaradıldı, verify istifadəçinin adı filan şeydir, yaradılan istifadəçinin, verify nəsə, belə hamısını yazırsınız. Və bu test case-i bir dənə case olaraq götürsəz, yəni indi biz onu da eləyəcəyik. İndi maraqlıdır görəsən nəticələr necə olacaq. Burada bir dənə problem var ki, sırf Copilot-da nəyisə screenshot götürəndə onu bura yerləşdirmək olur avtomatik. Misal üçün, deyək ki, bizdə belə bir sayt var və bu saytın biz screenshotunu götürüb test case-ləri yazmaq istəyirik.
Bu sayt sırf testing üçündür. Adeten automation için istifadə olunur ki, bunun üzerinden automation edək. Ve burada accepted usernames are var ve password for all users eynidir. Bunları istifadə etmək olar. Biz onsuz da bunu atanda bu pilota o başa düşəcək. Mən buradan həmin o şəkli götürmək üçün sadəcə ədd eləməliyəm. Upload files deyə bilərəm. Ne bilmem file götürəcək yoxsa yox. Pictures'dan screenshot. Şimdi mənim screenshotlarımı göstərdi. Bunu yığışdıraq. List qoyaq və tarixə görə baxaq. 2024 ən axırda da deməli bu günlərim götürdüyümüz. Bunu confirm and continue edirik və deyirik ki use a screenshot. I need test cases for login functionality. Gəlin yoxlaya görə necə eləyəcəyim. Misal üçün screenshotu verdik. Verify successful login with valid credentials. Navigate steps, navigate to the Swag Labs login page, enter a valid username. Əslən, mən istədiyim kimi vermir. Mən çünki istəyirəm ki, hər bir addım üçün bir dənə verify hissəsi olsun. Misal üçün, burada belə bir şey yaza bilərik. Bəlkə navigate login page. Bizdə action'dır. Is action. I need for each action step. Deməli, misal üçün biz promptu yaxşı yazmamışıq da promptu dəyişməliyik. I need for each action step. I need expected result with verify. For each action step. For example, yanıma belə götürək. İndi mən çox vaxtı tələbələrlə deyirəm ki, bunu yazırıqsa, navigate to the Swag Labs login page. Biz necə düşünməliyik? Bu Swag Logins page-ə gələndə nələr yoxlaya bilərik? Əslində bu Swag Labs sözün burada olduğunu yoxlaya bilərik və URL-ın belə olduğunu yoxlaya bilərik. Yəni, gəlin bunu götürək, URL-ı və burada yazaq. The expected result would be verify link is ya da ki URL is bu. Sonra verify the page is loaded and Swag Labs text is displayed. Misal üçün verify username and password input boxes are displayed. Verify. Orada başka ne var idi? Bize login button. Verify login button is displayed.
Bu bizim step by action'larda, hətta biz bunu buradan başlada bilərik. Aşağıdan. Yəni biz verifaylara görüşürüz necə. Burada neçə dənəsə verify yaza bildikdə. Mən istəyirəm ki, steplər belə olsun və hər step üçün də verifayları belə yazsın. Görək düzəldəcəyimi. Götürdü indi hər yox, burada bir dənə yazıb. Test case title verify login page load. Burada yazıb verify successful login with valid credentials. Enter valid username. Verify username is entered in username field. Enter valid password. Verify password is entered password field. Verify password is must. Click login button. Bax bu assumptiondur. Yəni bizə heç bir requirement verməmişik deyə əslində bu assumptionlar eləyir. Amma yəni siz əgər özünüz yazırsınızsa, siz əvvəlcədən tələbləri deyə bilərsiniz. Bəlkə tələblər nədir? Əlbəttə promptunuz, e, əvvəlcədən verdiyiniz mətn daha ilk olacaq. Nə qədər çox məlumat verirsiniz, bir o qədər yaxşı nəticələr verəcəklər. Nə qədər detallı izah edirsiniz ChatGPT-yə ki, nə etmək lazımdır, bir o qədər daha dolğun və düzgün test case'lər yazacaq. Məsələ buradadır ki, hətta indi də yəni bütün şirkətlərdə söhbət gedir ki, Ə, artıq o ChatGPT-yə istifadə olunan büdcə bitir, amma ortada istənilən nəticə yoxdur və bu bir növ göstəricidir ki, ə, dəymir o işə. Yəni, ola bilər sizdə də elə olsun ki, elə bir hiss yaransın ki, siz o ilə izahı yazınca elə götürüb özünüz o test case'ləri yazardınız da. Normalda elədir ki, var, yəni elə də işləyir. Sadəcə siz ChatGPT ilə istifadə etməyi öyrəşmək üçün bunu belə edirsiniz. Həm də nə qədər çox öyrədərsiniz, bir o qədər yaxşı nəticələr əldə edərsiniz və bir o qədər rahat və tez olacaq. Burada görürsünüz, yəni click login button, sonra login buttonuna üzərinə kliklədikdən sonra nələr gələcək və nə olacaq onları deyir. Yəni əsas məqsəd budur. Bu formatda yaza bilərsiniz. İndi burada sadəcə bir sətr kimi hamısını yazır. Siz bunu Excel sheet kimi də yaza bilərsiniz. Hətta bunu özünə deyə bilərsiniz ki, yəni mənim üçün Excel sheet generate elə, orada hamısını bir-bir yaz. ADO formatda yaz, ya ADO-da olduğu kimi elə ki, mən sonra bunu ADO-ya import edə bilim. Test case yazma məsələsi isə şirkətdən şirkətə dəyişir, komandadan komandaya dəyişir. Hətta mən deyərdim ki, proyektdən də proyektə görə dəyişir. Ona görə siz öz komandanızda necə rahatdırsa, necə komandaya uyğun gəlirsə, o cür yazın. Yəni rahatlıq, hə indi bu dəqiqə yazmaq rahatdır deyə deyil. Yəni o cür fikirləşməyin ki, hə, bir dəfə yazdım, rahat oldu, bəs elədi. Elə düşünün ki, siz elə yazmalısınız ki, bu ümumi prosesi rahatlaşdırsın. Yəni siz bu günlərin bunu 5 dəqiqəyə yazdınız, amma 5 gün sonra həmin test кейslərə baxanda heç nə yadınızda olmayacaq və əziyyət çəkərsiniz. Bu artıq rahatlıq deyil. Əvvəlcədən çalışın elə gör, işinizi elə görəsiniz ki, sonra da rahat olsun. Hələlik düşünürəm bu qədər. Test case yazmaq çətin deyil. Sadəcə özünüzü qorxuzmayın. Test case title'lar sizin əsas məqsədlərinizdir. Çünki o title'ların nəticəsində siz daha çox bilirsiniz ki, nəyi test edəcəksiniz və traceability matrix quranda onlar sizə kömək edəcək ki, həqiqətən də bütün requirementləri cover eləmisiniz yoxsa yox, onu başa düşməyə. Əgər execution tək bir nəfər tərəfindən olunursa, ya da təcrübəli adam tərəfindən olunursa, artıq detallı addımları yazmağa ehtiyac qalmır. Amma istər-istəməz kimsə o hissəni bilmirsə, onda problemlər yaşanır. Və əlavə olaraq bir dənə şey fikir vermirəm ki, test case'in title-ını yazırsınız, bir dənə balaca bir şey. Amma içində çoxlu addımlar yazılır və həmin addımlar yazılanda o bir neçə dənə məqamı yoxlayır. O tam title addımlarla üst-üstə gəlmir.
Həmin halda baxırsan ki, bu axı burada bunu yoxdur və bu stetlər niyə belə yazılıb? Ona görə çalışın nə qədər kiçik və aydın test case yaza bilərsə o qədər yazasınız. Mənim şəxsi fikrim odur ki, nə qədər çox olursa olsun, amma sadə olmağı önəmlidir. Bu mənim şəxsi fikrimdir. Çünki complicated test case-ləri execute eləyəndə də adam çaşır, həm də çox vaxt gedir. Ə, Çox adam, əgər siz bir proyektə çox işləmisinizsə, öyrəşəcəksiniz, rahat olacaq. Amma sonra təzə adam gələndə o əziyyət çəkəcək. Neysə, hələlik bu qədər. Artıq bir dəfə sağollaşırdım, yəni danışmağa davam edirəm. Düşünürəm ChatGPT-dən istifadə etmək lazımdır. Əgər istifadə edirsinizsə əla, əgər istifadə etmirsinizsə istifadə etməyə başlayın. Suallarınız olduqca soruşun. Mövzuları bizim WhatsApp qrupda müzakirə edə bilərik. Bizim YouTube kanala abunə olun, videoları da izləyin. Kursumuzu da əldə edənlər sağ olsun. İstəyənlər əgər hal-hazırda $20 səhv eləmirəmsə, amma 12 dollara qədər endirim düzəltmək olur. 12 yoxsa 13 dollara qədər. Yəni, kimə lazım olsa əlaqə saxlasın, endirimli kupon linkini göndərim, elə birbaşa özümüzdən alın. Bəzi hallarda bəzi insanlar daha aşağı qiymətə təklif edə bilir. Əgər ehtiyacınız varsa o qədər aşağı almağa, gedin alın, problem deyil. Əgər ehtiyacınız yoxsa fikirləşin ki, bizim kanala dəstək üçün kursu elə öz qiymətinə özümüzdən almış olursunuz. Hələlik bu qədər. Sağ olun.